Qafqaz Müsəlmanları İdarəsi Eçmiadzin kilsəsinin bəyanatına cavab verib. Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, Xankəndində 2 qanunsuz tikilinin sökülməsi ilə bağlı səslənən iddialar dezinformasiya və siyasiləşdirmə cəhdidir. Qeyd olunur ki, həmin tikililər işğal dövründə qanunsuz şəkildə inşa edilib və onların sökülməsi dini irsin məhv edilməsi kimi qiymətləndirilə bilməz. Qafqaz Müsəlmanları İdarəsi əlavə edir ki, 2023-cü ildə Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra bu cür obyektlər hüquqi əsaslarla aradan qaldırılır və keçmiş məcburi köçkünlərin də bu barədə müraciətləri mövcuddur. Bəyanatda Azərbaycanın dini tolerantlıq ənənələri vurğulanır və müxtəlif dinlərə aid ibadət yerlərinin qorunduğu və bərpa edildiyi qeyd edilir. Nümunə kimi Qazançı kilsəsinin bərpası və Bakıda Erməni kilsəsinin qorunması göstərilir. Sonda isə vurğulanır ki, bu cür açıqlamalar regionda sülh prosesinə zərər vurur və təxribat xarakteri daşıyır.